Herkese salam. Kanalıma hoş gelmişsiniz kızlar. Necəsiz? Bugünkü vlogumuzu buradan yine başlayıram ama bu dəfə artıq təbiət ağ örpəyə bürünüb. Artıq qış özünü göstərir. Oktyabr ayının axırlarıdır. Dilim artıq topuq vurur. Oktyabr ayının axırlarıdır. Artıq qar olmalıydı çoxdan. Rusiyanın başqa şəhərlərində qar çoxdan var. Həqiqətən də, amma bizdə yenə də müşkür Allaha ki, indi bugün yağıb. Bugün oktyabrın 20-sidir. Dediyim kimi sabah doğum günümdür, amma ki sabah mən deyirdim ki işləyəcəyəm, smenadayam. Amma mənim yoldaşımın tərəddüdü ilə məcbur qaldım, dəyişdim smenamı. 21-in smenasını mən 24-ünə çıxacağam. 2 gün evdə, 2 gün işdə olmaq əvəzinə bu dəfə 3 gün evdə olacağam. O başlandakı 3 gün işdə olaram. Çox da mənə vahiməli gəlir. Çünki 2 gün işləmək yenə də bitər dözmək olur. 3 gün çətindir həqiqətən, axşam saat 11-ə kimi. Nəsə belə qızlar, özümə nahar hazırlamışam, göstərəcəyim sizə. Demək qızlar, burada bir adet xiyardır, bir dənə sosisdir, müsəlman sosiskalarındandır. Yumurtadır 2 ədəd, biraz kəsmikdir və mənim xlebsimdir. Belə bir tvorojni sır qoymuşam, bir də ki kofe. İndi bunları zavtraka eləyəcəm, saat 10'u. Onun yarısı da artıq ki demək olar. Mən həmişə gec zavtraka deyiləm, amma işə gedən günləri alınmır məndə. İşə gedən günlər məcbur qalıram. Saat 8-də yeməyimi yeyirəm. Çalışıram, daha 9-a işləmiş. Stolu biraz gec olsun. Çünki orada da saat 2-də mənim abedimdir və salam. Ondan sonra mən evə gələnə kimi heç nə yemirəm. Evdə də daha doğrusu yemirəm və yatıram. Ona görə də çəkim artıq azalır. Özümdən hiss eləyirəm, amma ki mən tərəziyə çıxmamışam qızlar, yalan deyərəm. 2 tərəzi var, bir dənə tərəzi koridordadır, bir tərəzi içəridədir, otaqda. Amma mən tərəziyə çıxmıram. Yoldaşımı da kökəltmişəm, nəyi var? 7 kilo kökəlib mən gələndən. Çünki çox ağırlaşmışdı həqiqətən də. Hətta biz ona qorxurduq da bu barədə ki, bəs nəyə görə də insan çəkisi bu qədər düşür? Axı çəki itirmək də yaxşı deyil belə. Əgər diyeta eləmirsə, insan hər şeyi yeyirsə və hamı mənə bunu deyirdi ki, sən tez gəl çıx da. Bəs onun çox gəlməyimin hələ bura əsas səbəbi də hələ bu idi ki, onun yanında olmaq, ona qulluq eləmək bir ailə kimi. Şükür Allaha ki, dinəlləri mənə deyir, mən tərəziyə çıxmışam. Mən görürəm də, rəngi qəşəngləşib, özünə gəlib. Dünə mənə deyir ki, bəs ilahə mən tərəziyə çıxmışam, mən 81 kilo gəlirəm, 81 nə qədər? Deyirəm, şükür Allaha, vallahi o qədər sevinmişəm. Deyirəm ki, yaxşıdır ki, məndən çəki getsin, sən yığasan. Çünki məndə artıq çəki var həqiqətən. Mənim boyum da balacadır da, mən balaca deməzdim. Normaldır da, yəni ki 1.58'dir də, savsim karlik deyiləm. Amma onun boyu 1.85'dir. Ona görə də onun, nə bilim, normal çəkisi elə 85 olur elə onun üçün həmişə. Hündür insanlarda arıq olmaq həm də ki yaş var. Təbii ki ona yaraşmır. Onun üçün də şükür Allah'ın hər şey düzəlib, indi qalıb məndə çəkim düşməsi, mən tərəziyə çıxmıram. Amma özümdən çox hiss eləyirəm qızlar. Çünki bu arada başlamışam, mən işə başlayanda mən hərəkət çox eləyirəm. Hərəkət də çox eləyəndə təbii ki, həm də hərəkət, həm insanın qidalanmasından asılıdır. Bakıda o qədər hərəkət eləmək məndə alınmırdı. Amma ki, burada alınır. İstər-istəməz alınır. Belə, sinarımı yeyim qızlar. Sonra görürsünüz, hələ də dırnaqlarımı düzəltməmişəm. Çünki iş vaxtım olmur, həm də dırnaqlarım o qədər zəifləyib ki, plastinası qırılır öz-özünə. Amma bugün istəyirəm, dogovorец eləyim ki, nəsə gedim, baxın, bugün eləyim dırnaqlarımı, sabah hatta biraz normal dırnaqlarım olsun. Və inanın ki, istəyirəm harasa gedim, yoldaşımla, uşaqlarla sabah, oğlanlar da vaxatla götürüblər. Böyük oğlum da götürüb, ikinci oğlum bugün də evdədir, sabah da. Və yoldaşıma işləyir, amma o saat 5'ə kimi işləyir də. Mənim də istirahət günümdür. İstəyirik harasa çıxaq yeməyə.
Amma inanın bu şəhərdə elə bir yer yoxdur ki, harasa gedib oturasan rahatça, bir qəşəng bir yer olsun da, yəni. Var sadəcə gedib bir hansısa kafedə oturarsan, nə bilim, oradakı bütün kafeler milletin kafesidir, inanın. Orada da milletin kafesi olanda ailələri ilə gəlmirlər. Bilmirəm nəyə görə. Burada belə prinyatadır, belə bir şeydir. Onun üçün də mən seçdim bir dənə yer var. Arigato'da, deməli Otel Avropada. Orada Arigato var, kafe, restoran. Oranı seçmişəm. Bugün də baxacağım özüm Instagramda. Bəlkə yaxşı bir yer taparamsa, oraya gedəcək. Yoxsa Arigato mənim nəzərimdə o qalıb. Bilmirəm. Bu şəhərdə var Burger King, var как Rostik şeydi də, Dodo Pizza var. Sonra belə bilirsiniz, fast food yerləri var da, amma normal bir yer olsun ki, gedib ailəvi oturasan, istirahət eləyəsən, yoxdur. Valla. Belə qızlar, nəsə başınızı çox ağrıtmayın, mən yeməyimi yeyeyim. Artıq yeməyim, yumurta soyudu burada. Kofim də soyuyacaq indi. Yeməyimi yeyeyim, sonra da Xavəri musiqi məktəbinə göndərməliyim. Evləri yığışdırım, işlərimi biraz rahatlayayım. Qızlar, günortaya yemək hazırlayıram. Yoldaşım aş istədi və toyuq istədi sousla da, yəni soğanla qovurma. Özümə isə aş eləməyəcəm. Mən özümə peçka istatmışam burada. Burada demək məndə dücə, yer kökü, soğan, yağsızdır. Biraz duz istiyot əlavə eləmişəm, qovururam. Baxın görün indi necə olacaq. Sonra üstünə peçkanı əlavə eləyəcəm və salam. Və mənim yeməyim olacaq. Çoxlu tərəvəz, xiyar, pomidor, belə. Burada da soğanı qovururam qızlar. Burada aşın suyu qaynayır. Az qalıb artıq, indi qaynayacaq. Xavər getdi muzikali məktəbə, skriptə getdi bu günləri deyəsən. Şeydir, literaturada onlar da muzikali literatur. Oraya gedib, nə də bunu qoymuşam indi artıq qaynamaq üzrədir. Biraz yağ tökmüşəm, duz tökmüşəm içinə. İndi qaynayacaq, belə. Xavər deyir ki, soyuqdur. Deyirəm, ay bala, sən deyəsən yadından çıxıb noyabrskinin soyuğu, biraz Bakıda yaşamısan. Elə bilirsən ki, bu soyuqdur. Qalqımam, soyuqdur. Deyirəm, bala, mən havanı dəyişmək ixtiyarında deyiləm ki, deyir, niyə axı? Dəyişə bilmirsən. Deyirəm, sən də doğma cəmaatı. Çıx get dərslərimə. Amma ki, ona biraz şeylədim ki, dedim, əgər yorulmusansa deyinəndə. Çünki həqiqətən uşağı məcburi göndərmək olmaz musiqiyə. Ümumiyyətlə, nə ki, musiqiyə. Yəni, əlavə bir dərsə də öz məktəbindən savayı. Ona görə də ürəyi istəsə gedəcək, istəməsə təbii ki, mən onu məcbur eləməyəcəm. Artıq əti qatdım soğanı qızlar. Bişir. Burada da düyün tökmüşəm suya. Birazdan qaynayacaq. Bugünləri yeməyim biraz gecə olub. Çünki həvəsim yox idi. Yemək pişirməyə inanırsınız. Nəsə heç həvəsim yox idi bugün, amma pişirməliyəm də, o məndən asılı deyil. Burada yavaş-yavaş bunu vaxımda qoymuşam, yavaş-yavaş pişirəcək, pardon. Burada da butulkama su tökmüşəm qızlar. Dünən də bunu doldurmuşdum. Bu şkafdaydı butulka, bunu görmürdüm. Bu butulkamı inanırsınız 3 il bundan əvvəl almışam hardasa. 2800 rubla. Natural şeydi, materialdır, bu sığmır ümumiyyətlə. Karal klubdan alınıb. Təbii, nə bilim, şeydi də vredno deyildi, yəni ki, materialı. Ona görə belə bir qiymət almışdım. Yoldaşıma deyirəm, gülür. Deyir, belə bir biz başında hərəkətlər deyirsən, eləyə bilərsən təkcə. Deyirəm ki, bəs şeydir də, xoşum gəldi mən bu butulkadan, belədir. Əlində belə tutmaq olur bunun, belə dəstəyi var. Açılmağı da çox çətindir. Bir dənələ bunu açmaq belə, görürsünüz, belədir. Belə açılır, bağlanır. Belə qızlar. Özüm üçün gün ərzinə su süzürəm, içirəm. Ay, qış gəldi, ay qızlar, qış gəldi. Heç istəmirdim bu qışa, amma ki, gəlib. Neyiniyim? Deyirəm, inanırsınız, o qədər ürəyimdə həvəs var ki, evdə məsələn bir remont işləri görüm, qab-qacaqları tüv dəyişim hamısını, kuxna mebellərini dəyişim, amma ki, fikirləşirəm burada onu eləməyin heç mənası yoxdur. Mən onu burada eləmək istəmirəm ümumiyyətlə, çünki burada yaşamaq istəmirəm. Ona görə də
Bütün bunları illər ilə boyu həmişə saxlamışıq. Mən axırıncı dəfə bu kuxnanı remont eləmişəm. Ümumiyyətlə evləri biz remont eləmişdik yarısını 9 il əvvəl. Kuxna mebelini də almışam və qalan mebellərdə təkcə koridor mebelindən başqa və дополнительный remont koridor, zal, oranı keçən il elədik və salam. Qalan bütün yerləri hələ remont eləmək lazımdır. Yəqin ki eləyəcəyik. Niyə? Çünki ev satılmalıdır inşallah ki. Evdə satmaq üçün ona bir normal vid vermək lazımdır. Çünki yoxsa ki yaxşı qiymətə sata bilməyəcək. Məndən olsaydı mən hamam tualetini də kafelərini dəyişərdim. Amma ki nə bilim yoldaşım çətin ona razılıq verək ki, əgər burada yaşamırıqsa heç o lazım deyil eləmək. Kosmetik məsələm olar ki, bu yanları, bu tərəfləri düzəltmək. Yarısını eləmişik, yarısını da eləyək ki, sonra işlərimiz inşallah ki yoluna düşsün. O biri evi ümumiyyətlə kvartirantdır deyə orada heç nə eləmirik, əl vurmuruq. Onu da yəqin satanda nəsə eləmək lazım olacaq. Qızlar, yemək hazırdır. Onların yeməyi hazırdır. Mənim yeməyim də göstərəcəyim. Bu mənim yeməyimdir qızlar. Bu yəqin ki 3 günlük yemək olacaq. Çünki mən bunu birdən bugün sabah yeyə bilməyəcəm. Birisi gün işə də aparacağım üzümdən. O sabah mən çalışaram ki gündüz səhər yeyim, nahar bir dəfə də axşam yeməyi yeyim. Harasa çöldə yeyəcək. Evdə isə sabah günorta yeməyəcəm. Ona görə də bunu saxlayacağım iş üçün ümumiyyətlə. Buradakı aşı süzdüm. 2 xodda qoymuşam bişir, amma bu tam hazırdır artıq. Qızlar, qar artıq çox az qalıb. Yəqin ki sabah əriyəcək. Çünki sabah 0 temperaturadır. Birisi gün savaşı plus 2'dir yəqin ki. Ondan sonra yavaş-yavaş yəqin ki qış başlanacaq dəqiq. Amma hələ ki şükür Allaha bugün yağmadı. Bu yağdıqlar da əriyəcək. Mikrovalnovkada qızlar pepet çörək qoymuşam. İndi göstərəcəyim. Demək belə bir sibirska kletçatka. Bunu çoxdan almışdım, qalmışdı şkafda. TikTok'da baxmışam, bundan çörək hazırlayırlar. Mən də pişirirəm çörək. Şeydən də, o trubidən hazırlayırdım. Amma ki burada belə yazılıb ki, bundan yaxşı alınır. Baxarıq da görək necədir. Qızlar, belə bir qabda qoymuşdum. Baxım, söküləcəksə əgər bu qabdan yaxşı olardı. Bilmirəm. Mən bunu sadə elədim. Su, razırıqlitel və baxın nə oldu qızlar. Tam alınmadı içi elə bil. Biraz belə kənara qaldı. Yəqin ki buna biraz yağ vurmalıydım. Amma ki bişibsə deyim. Məncə mikrovalnovkada bu vredno olacaq. Gərək bunu mən adi tavada eləyəydim. Qaşıqla bunu sökmüşəm qızlar. Bir dəfə də qoyacağım indi bir balaca bişsin. Bilmirəm, mən adətən çörək bişirirdim. Yumurta ilə, kəsmi ilə. Burada bu dəfə su ilə sadəcə elədim. Bilmirəm, amma ki necə bunun ətrafı bişib yəqin ki. Dırnağa getmədim qızlar. Niyə? Çünki yazılmaq lazım idi. Mən hələ burada masterləri yaxşı tanımıram. Bir dənə yaxşı master tapmışam. Deməyim, yoldaşım bacısı qızı. Özü də salonda işləyir. Qəşəng qaş düzəldir. Demək, mənə öz bacısının masterinə yazdırdı mənim. Amma ki ayın 24-ündə, mən 24-ündə evdəyəm. İnşallah ki 24-ündə gedəcəm dırnağa. Saat 3'ün yarısında. Hələ ki normal, mən bilirsiniz necə, Avitada baxdım. Var idi masterlər, mən tanımadığım insanlardı. Mən bilmirəm, onlar necə dırnaq düzəldirlər. Sonra xoşuma gəlməyəcək. Ona görə də elə yaxşısı biraz gözləyəcəyim belə. Elə xoşuma gəlir, belə tez qaranlıq düşüb, amma yenə də elə bir ki yeni il ab-havası kimi gəlir qızlar. Saat 5'ti bizdə. 5'e qalıb. Gəlin bu tərəfdən də sizə göstərim iş yerimi. Demək qızlar, bugün bütün işlərimi gördüm. Santexnikanı əməli başlayırdım. Çünki evdə olmayan günləri heç nə elə bilmirəm demək olar. Bütün otaqları sildim. Pilisoslamadım, sildim sadəcə. Santexnikaları falan. Kuxnada da səhti işləri gördüm belə. Yemək falan qutardı. Rahatam bugün. Sabah bilmirəm. Sabah birdən inəcəm bilmirəm. Amma axşama yəqin ki arası gedərik. İndi internetdə biraz baxaram. Görüm haran tapacağım normal bir yer. Qabaqcadan zəngləşmək lazımdır.
Oğlum artık ikinci oğlum geldi evdədir. İşe gelmemişti bugün. Dedim Madonna Apple gönderme lazımdı. Gitti gönderdi. Ve evdədir. Belə qızlar. Xəbəri gözləyirəm. Yoldaşım da işdən gələcək. O biri oğlum da işdədir. Birazdan gələcəklər. İndi istəyirəm təzə özümə bilən serial var. Ona baxıram. 4-cü seriyaya baxıram. Belə qızlar. Bu videomu burada bitirmək istəyirəm. Hələlik. Xahiş edirəm kanalıma abunə olun. Kim abunə deyilsəm. Sizdən dəstək gözləyirəm. Çox sağ olun.